Mezarlar sıra sıra, baş taşları yan bayan. Bu torpaqda uyuyur sayısız yiğit qəhrəman. Şəhidlər xiyabanı, qəlbimizin yaşları. Necə sevən ürəyin nakam can sirdaşları. Şəhidlər xiyabanı, tarixin düyünləri. Milletin məhvə məhkum düşünən beyinləri. Əziz Qusar sakinləri, dəyərli şəhid ailələri, Nəcəfkənd kəndinin qəhrəman sakinləri. Bugün biz noyabrın 2 tarixində kəndimizin yeganə şəhidi olan qəhrəman oğullardan biri Ramin Nurəhmədovun anım günündə onun məzarının ziyarətində bir araya gəlmişik. O elə bir oğul idi ki, atanın, ananın bircə oğul balası idi. Tək bacının, tək qardaşı, ata ocağının çırağı. O elə bir oğul idi ki, Maarif əminin arxası dayağı idi. Tahirə anamızın dar gününün gərəyi idi. Və bu bütün müsbət keyfiyyətlərlə yanaşı bir də düşmən çəpəri idi. Oğul düşmən çəpəridir deyirik axı. Bizim oğlumuz da düşmən çəpəri oldu. O mənfur ermənilərinin arzusunu qəlbində qoydu. O mənfur düşmənlərlə canı bahasına, qanı bahasına mübarizə aparıb zəfər sədalarını xalqımıza yaşadan oğullardan biri oldu. 2025-ci il tarixini yaşayırıq. Onun şəhadətindən tam 5 il ötür. Qazandığımız zəfərdən 5 il keçir. Bugün Azərbaycan xalqı hər bölgədə zəfər bayramlarını keçirir. Hər bir işğaldan azad olunmuş torpağımızda elə bil ki, təbiət yenidən oyanıb, yenidən canlanıb. Hər kəs zəfərin sevincini, xoşbəxtliyini yaşayır. Bax, biz bu zəfəri Ramin kimi oğullara borçluyuq. Özündən sonra bizə 2 qəhrəman övlad, özü kimi mərd, özü kimi yenilməz, özü kimi zirvələrə layiq övladlar qoyub gedib. Sevincimiz və nurlanımız. Mən arzu edirəm ki, onlar bayrağımızı məhz qazandıqları uğurlarla zirvələrdə dalğalandırsınlar. Gəlin burada yanımızda dayanın. Mən arzu edirəm ki, Nurəhmədov ailəsi bundan sonra o körpələrin gözəl günlərini yaşasınlar. Raminin onlara əmanət qoyub getdiyi oğlunun, qızının gözəl sədalarına səsləsinlər Nəcəfkənd sakinlərini. Onların xeyir işində bir araya toplasınlar sizləri. Mən arzu edirəm ki, şəhidimin ruhu övladlarının gözəl günlərini görərək sevinsin inşallah. Qəhrəman şəhidimin hər bir əziyyətini çəkən atasını dəvət edirəm yanıma.
Marifəmi zəhmət olmasa sən də gəl yanımıza. Allah sizə ömür versin. Tahirə ana, Allah sizə səbir versin. Dözüm versin. Raya bacı. Gücün, qüvvətin bol olsun. Övladlarını onun atasının adına layiqli şəkildə, necə ki bu günə kimi böyütmüsən, bundan sonra da bax elə böyüdəsən. Hər zaman uğurlarına baxaraq sevinsin qəlbini inşallah. İstəyirəm ki, ilk öncə bu tədbirdə açılış sözünü Marifəmiyə verim. Qəhrəman şəhidimizin atasına verim. Çünki belə oğulları böyüdən, onların əziyyətini çəkən, ailə üzvlərinin hər biri qəhrəmandır məndən ötürü. Buyur əmi, ilk öncə sən eşidək. Əziz və hörmətli qonaqlar, bugün oğlumun Ramin 5 ili tamam olub. Mən sizi bu tədbirdə iştirak etdiyinizə görə təşəkkürü bildirirəm. Allah sizə can sağlığı, uzun ömür versin. Sizə də Əsmərə xanım gəldiyinizə görə çox